Söyüş söyəndə düyüt gedir yoxsa ördək səsi? Qəşəng sualdır. Söyüş indiyə kimi söyülməyib. Misal mən də söyməyəcəm, prosta soruşurdum. Maraqlı. Söysən, onu düşünməliyəm editdə. Ördək səsi qoysan daha yaxşı. Köhnə videolarımda qoyurdum hə. Yox, köhnədir. Hansısa bir heyvan səsini qoya bilərsən. Ola bilər. Bir ədəb olmuyor. Heyvan ola bilər. Pingvin zad da ola bilər məsələn. Necə olur? Pingvin səsini deyə bilərsən. Ağlıma ilk pingvin gəldi. Heyvan deyəndə ağlıma ilk hansı heyvan gəlir? Maraqlıdır. Niyə fil? Fili düşünmədisən nəyə düşünərsən? Fərqlidir yəni ona görə. Fil fərqlidir. Məncə fil fərqli zad. Xortumu olan bir dənə ot da. Olsun da, yəni. Bu fərqli eləyir. Məncə artıq filin xortumu çox standartlaşıb bu ictimaiyyətdə. Salam dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməmiş yetkinlər. Yarım qalmış işlər üzrə mütəxəssis Emin Davud ilə yarı cahil izləyirsiniz. Bugünkü qonağım dizayner Ülvi Qulusoy. Heyvan deyəndə ağlıma ilk filin gəlməsi. Aha. Nin dizaynla bir əlaqəsi varmı? Fərqlidir. Necə? Ona görə. Fərqlidir. Fərqlidir, bəli. Dizaynda fərqliliyi önəmlidir yəni. Təbii ki, önəmlidir. Çünki belə deyim də, bu informasiya çirkliliyinin içərisindən fərqlənib önə çıxmalısan ki, fərqindəlik yaradasan. Bu hər dövrdə sözünə oxşadı amma. Hər dövrə uyğundur bu. Yəni indi məsələn hamı tam fərqli şeylər eləmək istəyir. Bu fərqli şeylərin arasında da fərqli bir şey çıxartmaq. Ona görə də daha sadəliyə doğru gedirlər. Sadəliyin içərisində fərqlilik yaradırlar ki, zaten ki dizaynın əsas anlamlarından birisi odur ki, verilən informasiyanı ən sadə və ən effektiv formada qarşı tərəfə ötürmək. Nə vaxt dizayna gəlmisən? Elə birinci kursda oxuyurdum. Kitabı oxuyurdum, görürdüm ki, ikinci abzasa keçəndə birinci yadımdan çıxır. Başa düşdüm ki, iqtisadiyyatla məşğul ola bilməyəcəm. Amma eyni zamanda hobbilərim var idi. Şəkil çəkməkdir, silah çəkməkdir, dizayn eləməkdir falan. Əllə çəkə bilirsən. Əllə, bəli. Hər kəs dizayner ola bilər. Ola bilər. Əl qabiliyyətim olmasa belə. Əl qabiliyyətinə ehtiyac yoxdur. Amma əl qabiliyyəti olanlar daha yaxşı dizayner olur. Düşünmürəm. Düşünmürsən. Çünki proses çox önəmlidir. Qrafik dizaynla rəssamlığı gərək burada qarışdırmayaq. Yəni sən rəssamlığı bilirsənsə qrafik dizayner olacaqsan deyə bir şey yoxdur. Proses özü də onu göstərir. Çünki məsələ sənin görsəl yaxşı bir şey çatdırmağın yox, effektiv bir şey çatdırmağındır. Canva-ya necə baxırsan? Yaxşı baxıram, o da bir vasitədir. Doğrudan. Bəli. Yəni bir çox dizayner Canva-nı biraz bilmirəm, çox şey kimi görür, təhqir kimi görür. Elədir. Yəni bütün dünyada belədir. Elə düşünməyənlər də var, amma mən bütün bu Illustrator, Photoshop, Canva, bütün bu toolların hamısına sadəcə bir vasitə kimi baxıram. Posteri düzəldilib, amma effekt vermir. Arial'la yazsan daha yaxşı olardı. Yəni sən orada istəyirsən dünyanın gözəl əsərini yarat, qarşı tərəfə informasiyanı ötürüb, onun yadında qalmadınsa və yaxud da məhsulunu satmadınsa, o məhsulun önəmi yoxdur. Onu da hansı toolla istəyirsən eləyə bilərsən. Hal-hazırda ən çox qrafik dizaynın işlədiyi yer marketinqdir də, yəni. Bəli. Marketinqə daxildir qrafik dizayn, məncə deyil. Niyə yox? Marketinqə də daxildir, amma ümumi olaraq dizayn marketinqə daxildirmi? Dizayn əslində marketinqdə olmaya da bilər. Məcbur deyil ki, sən nəyisə satasan. Misal üçün atıram, metroya girdin, orada qırmızı xətt, yaşıl xətt var. Burada sənə sadəcə olaraq effektiv formada informasiya ötürür. Sənə demir ki, ulduz metro stansiyasını satırıq sənə. Yox. Və yaxud da o bundan qəşəngdir demir. O sadəcə olaraq deyir ki, bil ki, burada 2 dənə zolaq var. O rənglərdən onu ayırdı. İkisi də yaşıl olsaydı biz onu tuta bilməyəcəkdik. Diqqətimizdən qaçacaq idi. Məs effektivlik yaradır deyəndə bunu nəzərdə tuturdum ki, məsəl üçün sənin diqqətini cəlb elədi və bir növ belə deyim, skan etmə sürətini artırdı. Ki biləsən nədir. Kursa falan getmisən? Yox. Bizim vaxtımızda kurslar o qədər də çox deyildi. Neçənci il? 2012-ci ildə. Özüm öyrəndim Illustrator, Photoshop ki, çəkdiyim şəkilləri daha da belə digitallaşdırmaq üçün başladım. Freelance işlər götürməyə, işləməyə başladım. Sonra tədrisini verməyə başladım. Bir 4 il falan tədrisini verdim. Onda fərqinə vardım ki, insanlar elə həqiqətən də bizim bayaq dediyimiz kimi dizaynı rəssamlıq kimi görürlər. Məsəl üçün birisi yaxşı rəsm çəkir və yaxud da düşünür ki, rəsm çəkə bilər, deyir ki, mən qrafik dizayner ola bilərəm. Yəni bu yanlış anlaşılmalar olduğunu gördüm, amma içərisinə girdikcə daha çox bunun müəyyən qaydalara əməl etməli olduğunu, araşdırmanı daim etməli olduğunu görəndə insanların büdrədiyini fərqinə vardım. Bu dəqiqə AI toollar dəhşətli dərəcədə yayılıbdır. Dizaynın nə dərəcədə təsir edir bu? Dizaynerlərin işini əlindən alacaq? Düşünmürəm ki, işlərini əlindən alsın, amma inkişaf o qədər sürətli gedir ki, nəsə demək də olmur. Əminliklə dediyim bir şey sabah bir gün onun əksi də. Süni intellekt bizim işimizi əlimizdən almaqdan daha çox bizim işimizə kömək eləyir. Necə ki, keçmişdən bəri baxanda, əslində dizaynın belə deyim, inkişaf tarixinə baxanda bu tip dəyişikliklər olublar. Məsəl üçün çap maşını icad olunanda
böyük bir dəyişiklik oldu. Məsələn, biri posteri əli ilə düzəldirdisə, sonra Photoshop Illustrator çıxdı. Bu o deməkdir ki, həmin adamların işi əlindən aldı. Xeyr. Onlar Photoshop Illustrator öyrənib daha yaxşı iş düzəltməyə başladılar. Daha yaxşı deməyim, daha rahat düzəltməyə başladılar. Çünki texnika sənin işini sürətləndirir. İşini sənin o zaman əldən ala bilər ki, yəni süni intellekt otursun, desin ki, sənə bu lazımdır və mən bunu dizayn elədim və həqiqətən də effektiv bir dizayn çıxsın orada. Yəni o səviyyəyə zaten süni intellekt çatanda başqa işlər o qədər görəcəklər ki, bəlkə heç marketinqə ehtiyac qalmasın. Kimlər qrafik dizayner olmalıdır səncə? Xarakteristik xüsusiyyətləri nə olmalıdır? Nə çətin sözdür o? Heç bir xarakteristik xüsusiyyətin olmamalıdır. Yəni sevirsənsə bu işi, doğrudan da məşğul olmaq istəyirsənsə, birinci növbədə eləməli olduğun şey odur ki, işin romantik tərəflərinə yox, çətin tərəflərinə fokuslanmaq lazımdır. Məsəl üçün, mən dizayner olmaq istəyirəm, yaxud da proqramist olmaq istəyirəm və yaxud da IT mühəndisi olmaq istəyirəm. Baxıb onların romantik həyatlarına, o kafedə oturdu, rahat işləyir. Sadəcə oturdu orada proqramda 2 dənə düyməni bastı, pul qazandı, superdir, mən də pul qazanacağam. Ona yox, bu adam işləyərkən hansı çətinlikləri çəkir, hansı zülmləri çəkir. Bunu araşdırın. Görsəz ki, o zülmə uyğunsunuzsa, sizin bədəniniz o zülmü çəkməyə uyğundursa, o zaman deməli bu sahə sizə uyğundur. Belə bir söz var. Deyir ki, hansı peşəni seçirsən, seç, problemi yaşayarsan, sadəcə nə uğrunda problemi yaşayacağını özün seçirsən. Əlavə işlərim var hazırda. Freelance işlər də götürürsən. Freelance da olur, öz layihələrimiz də olur, özümüzün əlavə işlərimiz də olur. Nə işlər? Qrafik dizaynı. Məsəl üçün biri sənə də bu gün hədiyyə gətirdiyim işdir. İcazə versənsə təqdim edeyim sənə. Qəşəng, zəhmət olmasın. Buyur. Ay. Dream Notebook. Nədir Dream Notebook? Mənim yoldaşım da qrafik dizaynerdir. Onun proyektidir və mən də ona belə deyim dəstək olmuşam burada dizaynlarında falan. Arzuların olur. Məsəl üçün mən bu işə çatmaq istəyirəm, bu işi eləmək istəyirəm. Bunun üçün hansısa bir addımlar atmalısan. Özünü daha çox inkişaf elətdirməlisən. O hədəfə çatmaq üçün müəyyən toolları öyrənmək olsun. Bunları elə bil ki, bir-bir yazmağa başlayırsan. Sonra zinciri qırmaq məsələsi var. Yəni hər gün çalışmaq, onu qeyd edə bilərsən. Daha sonra vision board hissəsi var. Vision boardda elə bil ki, hədəfləri şəkil formasında kəsib yapışdırırsan və o daim səni elə bil ki, backgroundda şuur altında saxlayır. Saytı qoydum aşağı. Girib baxa bilərlər. Videonun açıqlama bölməsindən və ülvinin altından. Zənciri qırma temasının hardan gəldiyini bilirsən? Səndən eşitmək istəyərdim. Deməli, dünyada məşhur bir komediyan var. Adı Seinfelddir. Hətta Seinfeld adında bir serialı da var. Və bir çox insana görə də tarixin ən yaxşı sitcomlarından biridir. Bu adama soruşurlar ki, yəni nə edirsən də falan özümü inkişaf etdirmək üçün. Deyir, mənim belə bir kiçik sistemim var. Adını Don't Break the Chain qoymuşam. Özü qoyubdur. Yəni onun yaradıcısı budur. Deyir günə bir dənə zarafat yazıram sadəcə, bir cümlə. Başqa heç nə. Bu günə gəlməyimin ən böyük səbəblərindən biri də odur. Zaten Atomik Vərdişlər kitabı da specially bu haqqında yazır. Kaizen fəlsəfəsi var məsələn. Yes. Amma emailini Don't Break the Chain adı ilə bilirdi sistemin yaradıcısı bu Seinfeld qardaşımız. Çox maraqlı. Və mən də bu notebooka baxanda birinci elə ağlıma Atomik Vərdişlər kitabı gəldi ki, məncə Orhan Kalan ilhamlanmısınız. Yox, o kitabı oxumamış belə deyim bu ideya var idi. Bir də mənim özümdə bir dənə mən kitabı həm də bir başqa məqsəd üçün istifadə edirəm. Fikir veribsənsə 2019-dan bəri, indi bilmirəm, bəlkə məndə də elədi. Zaman sanki sürətlənib. 2019-dan 19-dan koronadan bu yana hamı deyir ki, məsəl üçün vaxt necə keçdi? O da 5 il əvvəl korona idi. Karantin dövrü idi falan. Bilmirəm səndə elədimi yoxsa yox. Zaman sürətlənməsi var sanki. Mən hiss eləmişəm, amma mən onun yaşla bağlı olduğunu düşünürəm. Hamı yaşdaşır, hamı qocalır. Yəni bu sözləri deyən adamların hamısı 20+ insanlardır da. Zaten 20+dan sonra da bu olur məncə bu arada. Mənə elə gəlir ki, biz evə qapanandan sonra daha çox telefondan falan çox əlaqədə oluruq. Ona görə dəhşət dərəcədə çox informasiya yüklənir beynimizə. Nəticədə beyin bilmir hansını yazsın, başlayır silməyə hamısını və xatırlaya bilmirsən heç nəyi. Xatırlaya bilmədiyin üçün də zaman sanki sürətli keçir. Mən də elə bil ki, buradan daha çox o xatirələri yazıram ki, sonra geri dönüb oxuyandan sonra bu xatirə ucu yaddaşa çevrilsin. İlhamlandığın bir dizayner var dünyada, qlobalda. İlhamlandığım yoxdur, amma belə həsəd apardığım var. O da dizayner sayılır, həm də Salvador Dali. Salvador Dali, qəşəng. Salvador Dali dizayner olubdu, mənim bildiyim qədər. Hətta bizim bildiyimiz Chupa Chups'un üstündəki dizaynı Salvador Dali eləyib və hələ də o dizaynı istifadə edirlər. Çox maraqlı. Belə bir proqram var imiş o vaxtı, canlı bir proqram. Adamı çıxarırlar səhnəyə,
Bu adama suallar verirlər. Məqsəd bu adamın kim olduğunu tapmaqdır. Məsələn, adam Salvador Dali adını eşidib, hamı məşhurdur, amma özünü heç kim görməyib. Suallar verirlər. Deyirlər ki, sən mühəndissən? Deyir, hə. Deyir, riyaziyyatçısan, məsələn? Deyir, hə. Deyir, rəssamsan? Deyir, hə. Deyir, dizaynersən? Deyir, hə. Nə sual verirlərsə, hə cavab verir və həqiqətən də adam multi-jobbingin atasıdır. Logo nə dərəcədə önəmlidir? Çox önəmlidir məncə. Doğrudan. Əlbəttə. Niyə önəmlidir? Hansısa bir xidmət göstərirsən, xidmətin yaxşı deyilsə loqo səni xilas eləməyəcək, aydın məsələdir. Sadəcə olaraq loqo o simvollaşdırıb ağlında qalmaq üçün ki, yəni səni xatırlasınlar burdan. Xatırlayırlarmı? Bəzən hə, bəzən yox, o baxır sənin işinə. Məsələn, elə bir şirkətlər varmı ki, hamımız adını bilirik, amma loqosunu heç kim bilmir. Bunun üçün biraz düşünmək lazımdır. Düşünək də. KFC-nin loqosu bığlı kişi. McDonald's-un loqosu mu, qəşəngmi? Sonra nə var başqa? Netflix-in zaten. Amazon loqosu gülümsəmə. Görsən hamısının loqoları xatırlayırsan. Lənət olsun. Sualın cavabını aldım məncə. Məncə də aldım. PlayStation loqosunu xatırlayırsan? PlayStation loqosunu xatırlayıram. Elə P-lı, PS yazılıb da deyəsən. Ha, qəşəng. Qəşəng dizayn olunub bu arada. Çox qəşəng dizayn olunub. Bütün loqolarda gülücük olmalıdır. Yox, əlbəttə ki. Sən ötürdüyün yenə deyirəm. Mesajın nədir? Sən daim gülməyə məcbur deyilsən. Harry Davidson gülməyə məcbur deyil. Daha sərt olmağı, sərt hissləri göstərmək istəyir. Məsələn, kəskin kənardan istifadə edə bilər, emblemdən istifadə eləyir. Yazıdır. Çünki sən Harley Davidson deyə informasiyanı ötürürsən. Deməli orada yazı olmasa daha yoxdur. Orada X qoysaydı, hansısa bir motosiklet şəkli qoysaydı, tanındığı şeyi bir göstərməmiş ola bilərdi. Hər hansı bir saatın reklamına girəndə analog saatdan söhbət gedir. Həmişə eyni saatı göstərir. 11-ə işləmiş 10 dəqiqə, 10 dəqiqə. Yes. Və niyəsini də ona görə ifadə edirlər ki, birincisi saatın markasını V şəkli yaranır belə. Çek işarəsini. Yes. Həm çekə oxşuyur, həm gülücüyə daha çox oxşuyur, həm markanı, adını highlight eləyir. Əvvəllər buymuş, aşağıdaymış və belə eləyəndən sonra satışlar artıbdır. Qrafik dizayner olmaq istəyənlərə nə tövsiyə vermək istəyirsən? Qrafik dizayn bir növ imitasiya oluna bilən peşədir. Yəni sən hazır şablonu da yükləyib üzərində yazını dəyişib özünü qrafik dizayner kimi təqdim edə bilərsən. Cüzi proqram biliklərindən sonra. O zaman zaten anlayırsan ki, proqram bilikləri heç də önəmli deyilmiş. Əsas məsələ ötürdüyün fikirdir. Məsləhətim odur ki, daim araşdırma eləsinlər. Bu işlə işçi olsunlar. Onun çətin tərəfləri mənə uyğundur mu, deyilmi, onu bilsinlər və feedback alsınlar mütləq şəkildə. İlk başlarda sosial şəbəkələrdə paylaşıb feedback ala bilərsən. Məsəl üçün, bu işimi düzəltmişəm, buradan mənə nə feedback bildirə bilərsən, hansı səhvlərimi düzəldə bilərəm. Bir müddət keçəndən sonra istəsəz bir yaxın ətrafınız varsa, dizayner ətrafınız, onlar arasında bu işləri bölüşə bilərsiniz. Feedback çox önəmlidir bu işdə. Dream Notebook almağı unutmayın. Linkini aşağı qoyacağam. Xüsusi marketlərdə satılırmı? Satılacaq. Satılacaq, hələ yox amma. Qiymətini deyə bilirik? Yox. Girib oradan baxarsın. Qiymətini görmək istəyirsinizsə, bu linkdən istifadə edərək, müəllimin linkindən istifadə edərək həmin linkə YouTube-un açıqlama bölməsindən də keçid edə bilərsiniz. Dream Notebook-u alın. Paralelində Atomik Vərdişlər kitabını da oxuya bilərsiniz. O kitabı oxuyandan sonra bu dəftəri əldə etməyi həqiqətən çox istəyirsiniz. Mən şəxsən çox sevindim, yəni bu dəftərə malik olduğuma görə, sahib olduğuma görə. Təşəkkürlər izlədiyinizə görə. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Növbəti hansı peşədən olan peşəkarı çağırmağımı istəyirsinizsə rəylərdə bildirin. Yarı cahil davam edəcək.